Bismillah. Çək yadu qardaş. Dostlar 2 manata. Dürümlülə 2 manata. Yəni daha belə pis çıxmasın, təmiz ətdən də. İndi deyəcəklər ki, ay təmiz ətdən 2 manata olar. Ay qardaş, 8 manat neçə qəpikdir sinə ətinin kilosu? Toyuğun sinə ətindəndir. Təbii ki, xüsusilə Əşrəf əminin hazırladığı bax bu ədviyyatlarla həmin ətdəndir. Qardaş olur, niyə olmur? Bizim obyektdə olur. Biz özümüz də yeyirik, qəşəng, sağlıqlı, məsləhətli. Çək qardaş bunu, gəl yaxından çək. Bax. Çək, yadı qardaş, yaxından çək bunu. Bax, bunu belə qəşəng. Bükürsən, dostlar 2 manata. Vallahi yox deyə belə bir şey. Ona görə gəlirlər 10 dənə, 15 dənə sifariş verirlər. Həm də 10 dolar Allaha deyirəm. Belə şeyə görə and içmək olmur. Gəlin bir dənə mal ətindən lülə yiyin. Bir dənə də bundan yiyin. Görün hansı daha dadlıdır. Mümkün deyil kimsə qalib desin ki, mal ətindən lülə dadlıdır. O qədər xüsusi ədviyyatlar qoşulub ki buna, hə? Bəli. İnanın ki, dadına doyum olur. Bismillah. Əti canlı işləsin. Dostlar, bax belə. Bizim Əşrəf əminin lülələri bax bu qaydada hazırlanır. Hər kim Əşrəf əminin hazırladığı lülələrdən dadmaq istəyirsə, yaxınlaşsın Şabrana ailə kafesinə. Bəli. Zəhmətlə, əziyyətlə təmiz, təamlı, dadlı ətdən, ləzzətli ətdən. Ən azından bilin ki, sizin yediyiniz ət təmiz ətdir. Yəni orada başqa heç olanmaz. Çünki biz özümüz də yeyirik, evimizə də aparırıq. Şükürlər olsun Allaha, işimizin də, düzgünlüyümüzün də şahidi Allahdır. Sağ olun, var olun, özünüzə yaxşı baxın. Əşrəf əmi, nəsə demək istəyirsən? Yox, can sağ ol. Allah ömür versin sənə. Sağ ol.